Bakıda kababları Gəncə qiymətinə verən o məkanı göstərim. Bir aylıq kababların qiymətini endiriblər. Çoxları inanmayacaq, amma Gəncə restoranında kabablar Gəncədəki qiymətlərlə eyni. Hətta Gəncədəki bəzi restoranlardan daha ucuzdur. Lülə 6 manat. Normal restoranda 6 manata lülə var. 7 manata tikə. Elə bir 5-6 il əvvəlin qiymətləridir. 7 manata tikə var indi. Ümumiyyətlə kababların qiyməti 3 manatdan başlayır. Ən bahalısı antrikot və bastırmadır, onların da qiyməti 8 manatdır. Öz aramızda əla qiymətlərdir. Ətin təmizliyinə də dostlarımız Allah şahidi. Çəngəl vurursan lülə dağılır. Lülə belə olar. Qardaş, Allah haqqı 6 manata idealdır. Kabablar öz yerində. Buranın kürə təndirdə bişən yeməkləri çox möhtəşəmdir. Bax bu təndirdə bişib qaymaqlı tabaka. Bakıda hər yerdə verilmir. Qaymaqlı antrikot. Məkanın təndirdə bişən içi qaymaqlı, üstü xamırlı bu yeməklərinin bir porsiyası 10 manatdır. Rövşən, yumurtalı bastırmaya bax. Bu da vişnəli quzu əti. Sən 30 ildir restoranlara gedirsən, hələ belə şey görməmisən, fikir ver. Avropa mətbəxindən çili sosunda toyuq. Qardaş, hamısında üstü xəmirli gəlir. Bunlara bir dənə başı xəmirli lazımdır. Hələ axırda gələn bu nemət ümumiyyətlə bizim üçün yenilik oldu. Təndirdə lülə Gürcü xəngəlinə oxşayır özdə. Özdə pomidorun içində. Gəncə restoranı daha çox kişi kontingentinə hesablanıb. Belə xudmani salonu və ailələr üçün ayrıca kabinetləri də var. Dostlarla oturmağa yer axtarsanız buranı yoxlayın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.